Ramazan ayında gərək hər bir əməli mühüm hesab eləyək. Hər bir əməli bağışlanmağımız üçün bir mühüm hesab eləyək. Çünki kiçik bir əməldən, kiçik bir ixlaslı bir əməldən Allah insana nələri bəxş edir. O səbəblə də heç kimin əməlini kiçik saymayaq. Çünki əməllərə dəyər verən Allahdır. Allah icazə vermir ki, bizlər digər insanların kimliyindən asılı olmayaraq əməllərini müzakirə edək. Allah çünki bəndələrinə dəyər verir, onların şəxsiyyətinə dəyər verir. Gərək hər bir əməli biz mühüm sayaq. Bu mövzuda sizlərə bir əhvalat danışacağım. Bir gün bir müsəlman kişi bir qeyri-müsəlman qadını soyuq hava şəraitində sərçələrə, quşlara dən səpərkən görür və yaxınlaşıb həmin qoca qadına deyir ki, sən nə edirsən, sən onsuz da qeyri-müsəlmansan, sənin əməlini Allah qəbul etməz. Qadınsa cavabında deyir ki, mən Allahın qəbul etməsi üçün etmirəm ki, mən quşların az qalmaması üçün bunu edirəm, bunu ixlasla edirəm. Daha sonra bir müddət keçdikdən sonra görün nə olur. Həmin kişi Məkkədə ziyarətdə olarkən qadınla rastlaşır. Həmin qadınla rastlaşır və təəccüblənir. Deyir ki, sən hara, bura hara? Sən ki qeyri-müsəlman idin. Həmin qadın kişiyə cavabında deyir ki, sən mənə demişdin ki, Allah əməlini qəbul etməz. Allah qəbul etdi və həmçinin məni İslamla şərəfləndirdi. Və Allah mənim o kiçik bir əməlimə gör necə bir dəyər verdi ki, təkcə məni İslamla şərəfləndirməklə kifayətlənməyib, mənə müqəddəs Kəbə evinin də ziyarətini qismət elədi. O səbəblə də əziz möminlər, heç bir əməli, nə özünüzün, nə də digərlərinin kiçik də olsa bir əməlini heç saymayın və əməllərə dəyər verin. Allah bizləri ixlaslı bəndələrindən qərar versin.